Məsələn, kəndlərdə məktəblər bağlamaq nə deməkdir? Kəndlərdə məktəbləri bağlamaq o deməkdir ki, sən kənddən köçü daha sürətləndirirsən. Yəni, zaten kəndlər boşalır. Kənddə məktəb yoxdursa, hər kəs uşağını götürəcək. Çünki insanın çalışdığı, vuruşduğu uşağının gələcəyi üçündür. Bu kənddə məktəb yoxdursa, mən uşağımı götürüb şəhərə getməliyəm ki, uşağımı harada təhsil verə biləcəmsə, köçməliyəm ora. Deməli, məktəb axı təkcə təhsil deyil. Məktəb kəndin mədəni mühitidir. O məktəbdə müəllimin yaşamağı, o müəllimin işləməyi kəndin mədəni mühitinə təsir edir. Kəndin o tarixi deməkdir, mədəniyyəti deməkdir, gələcəyi deməkdir. Bir məktəbdə bir uşaq oxusa belə o uşaq üçün çalışmaq lazımdır ki, o Yaponiyada var idi. Bir uşaq üçün məktəb tikirlər. Yox, elektrik deməli stansiyası qatarı bir stansiyaya gəlir, bir uşağı götürür, məktəbə aparır. Uzun illər bu belə davam edir. Ta ki orada demə o kənddə bir uşaq məktəbə gedir. Bir uşağa görə o həmən stansiyaya elektrik qatarı gəlirdi və o uşaq məktəbə ali məktəbə daxil olandan sonra o stansiya qatarın gedişi dayandırıldı. Bir uşağa görə ora elektrik qatarı gedirdi. Bunlar da kənddən məktəbi dağıtmaq. İndi biz Sovet hökuməti istəyirik. Lenin ucqarlarda təhsilin inkişafı ilə bağlı Leninin böyük bir məqalələri var idi və böyük bir Sovet hökumətinin strateji siyasəti var idi. Deməli, axşam məktəbləri açıldı, yaşlı insanlara təhsil verirdilər. İndi biz 100 ilə gəldiyimiz bir yolu bizi yenidən qaranlığa gömürlər. Və bu da həmən bax, bu Ramiz Meytiyev kimi insanların apardığı siyasətin nəticələridir. Biz bunların hələ bəhrəsini yığmağa başlayanda çox böyük fəlakətlə üz-üzə qalacağıq. Biz regionun lideri olmağa iddialı bir yola başlamışdıq. Biz, məsələn, İlham Əliyev prezident seçiləndən sonra böyük bir neft bumu gəldi, falan gəldi və əsas ideya, tezisi o idi ki, Azərbaycan regionun lider devlətidir. Biz belə də deyirdik. İqtisadi göstəricilərə görə biz Gürcüstanı Ermənistandan gerdə. İqtisadi lider regionda Gürcüstandır. Təsəvvür edirsiniz? Yəni, mən dəhşətə gəlirəm. Biz Avropada rəqabət aparmışıq. Biz, deməli, Cumhuriyyət dövründə ilk Avropadan öncə qadına seçki hüququ vermişik. İlk Cumhuriyyəti, Türk-Müsəlman dünyasında ilk Cumhuriyyəti quran millətik. Və bu günləri, bax, bu cür bu insanların, biz elə bilirik ki, Ramiz Meytiyev tək Azərbaycan büdcəsini nə pul aparmayıb, Azərbaycan sərvətlərini, bunun komandası, biz tək hər şey korrupsiyanın başında deyil. Bunlar bizim mədəniyyətimizi taladılar. Bunlar bizim ədəbiyyatımızı məhv elədilər. Bunlar bizim gələcəyimizi məhv elədilər. Bax, bu gün elə o məktəblərin bağlanması nə deməkdir ki, kənddə məktəbi bağlayaq? 1500 məktəbin bağlanmasından gedir söhbət. Və bu 1500 kəndin, ocağın söndürülməsindən gedir söhbət. Və çox sakit şəkildə də bunu statistika kimi danışırlar. Yox, hocam, demək, biz Azərbaycanın onlarla ziyalısı gör neçə ildir özümüzü öldürürük ki, bu ölkədə rus dilli təhsillə bağlı nəhayət bir qərar verilsin də. Yəni, milli təhsilə keçid işğalçının dilindən qurtulmaqdan keçməzsə də, nədən keçər əcəba? Baxın, o məsələni ümumiyyətlə heç kim qaldırmır. Bir dəfə o nazirin dilindən bu məsələ ilə bağlı ciddi bir açıqlama eşitmişsiniz ki, bu, yəni Azərbaycanın milli təhsil konseptinin hazırlanması ilə bağlı biz bir keçid gözləyirik, biz bir proses başlatmışıq. Bir kəlmə yoxdur. Dərsliklər ki, biabırçılıqdır. Dərsliklər ki, kifayət qədər aşağı səviyyəlidir. Bizim gənc nəslin savadlı yetişməsi üçün bu dərsliklər qətiyyən əlverişli deyil. Görün, o dərsliklərlə bağlı bir şey var. Müəllim 8 saat işdə qalacaq, onda çox maaş alacaq. Müəllimin başqa işçidən fərqi nədən ibarətdir? Müəllimin fərqi ondan ibarətdir ki, akademiyada oturub, axşama kimi miçək öldürəndən fərqli olaraq, müəllim 6 saat 40 uşaqla işləyir. Sizin o yaratmaz fəaliyyətinizin nəticəsində uşaqlar hamısı bir-birinin təpəsinə minib siniflərdə. Azərbaycanın regionlarında iqtisadi inkişaf sıfırın altında olduğu üçün kəndlər boşalıb, kənddə mədəni həyat yox, heç nə yox, məktəb yox, müəllim yox. İnsanlar hamısı yığışıb şəhərə və nəticə ondan ibarətdir ki, orada bizim yaranmalıda olan milli təhsilimizi gətirib burada həmin uşaqları rus məktəbinin yeminə çevirirsiniz. Əziyyət belədir və bunu Azərbaycanda heç kim qabağını qoyub düşünmür. Hə, nə gözəldir, indi də saqqız atıb.
cəmaatın dilinə ki, müəllim 8 saat işdə qalanda çox maaş alacaq. Sən çox maaş alacaqsansa, sən o deməkdir ki, yaxşı müəllim olacaqsan. Bu müəllim niyə oturmalıdır məktəbdə? Hansı səbəbdən? Dərsə aid başqa işlər. Dərsə aid başqa işlər nədir? Jurnalın qırağına gür şəkli çəkəcək müəllim. Müəllimin konkret işi var. O gəlir, zaten müəllim zəng vurulan kimi uşaqlarla bərabər çıxıb evə getmir ki. Onun zaten dərsdən sonra görəcəyi işlər var. Sabaha hazırlıqları var. O hazırlıqları evində də görən var. O hazırlıqları işində də görən var. Və şahin bu bilirsən nəyə gətirib çıxardacaq? Əziz seyircilər, Azərbaycanda hər zaman qızlar üçün o bölgələrdə ki, təhsillə bağlı ciddi problemlər var. Qızlar heç olmasa, qızları ailələr müəllim olmağa göndərirdilər ali məktəbə ki, qoy heç olmasa müəllim olsun, yarım gün işləsin. Həm ailəsinə, həm də yəni bu fəaliyyətə, peşəsinə zaman ayıra bilsin. İndi o prosesin də qarşısını alırlar. Yəni bunun altında vallahi billahi bir düşmən siyasəti yatır. Bu Azərbaycanda tədrisin sağlamlaşdırılmasına filana xidmət edən bir məsələ deyil. Ay, nə bilim, köhnə stavka rejimindən qurtulmaq lazımdır. Nədən? Qurtulmalı olduğumuz şeyləri mən sizə dedim. Qurtulmalı olduğumuz şeylərdən birincisi rus təhsilidir. Birincisi biz uşaqlarımızın, gələcəyimizin rusca bölünməsinə, rusca danışmasına etiraz eləməliyik. Bu məsələni rəsmi şəkildə, qısa zamanda həll eləməliyik. Azərbaycanda uşaqlar çıxırsan bayrağa, uşaqlar rusca danışır. Bu nə biabırçılıqdır, bu nə fəlakətdir. Deputatın uşağı nəvəsi rusca danışır, məmurun nəvəsi uşağı rusca danışır. Nə bilim, orta statistik Azərbaycanda baxır ona, apar uşaqlarını qoyur, rusca danışır. Yəni biz hara gedirik? Bunlar Putini doğma əmi bilirlər. O kültürdə yetişirlər uşaqlarımız. O düşüncəyə sahibdirlər. Biz danışırıq, o nəsil bizi anlamır. Anlamır. Niyə? Çünki o bizim dilimiz fərqlidir. O başqa dildə düşünür və danışır. Mən başqa dildə düşünür və danışıram. O işğalçının düşüncə tərzində rahatdır ona düşünmək, danışmaq. Bir də görürsən ki, məsələn, baxıram ki, Azərbaycanda kifayət qədər yəni samballı insanlar var. İsrarla bilə-bilə ki, bu 5-ci medianı, 5-ci kolonun mediasıdır, onu oxuyurlar. Amma adam millidir, adam düşüncə olaraq bilirəm ki, Azərbaycanda canı ilə, qanı ilə bağlıdır. Sonra anlayıram ki, bu onun problemi deyil. Bu bir Sovet insanı olub, Sovet uşağı olub, Sovet məktəblisi olub. Bunun mayasına qoyulan o tərzdə düşünməkdir, o dildə düşünməkdir, o ona rahat algılaya bilir. Mənim yazımı oxuyanda o onu düşünmək üçün çətinlik çəkir, zorlanır. Rusçanı oxuyanda o rahat başa düşür. Ona görə istər-istəməz gedir, həmin o bilə-bilə ki, bunun başında bir xain dayanıb, bunun başında Azərbaycanın milli maraqlarına bütün fəaliyyəti ilə ziyan vuran bir baş redaktor dayanıb, gelib o mediasını oxuyur. Niyə? Çünki o fikirləşir ki, ona daha rahatdır o informasiyaları almaq. O informasiyaların hansı doğrudur, hansı yanlışdır, hansı insanın beynində hansı təsir buraxacaq, hansı onda necə algı yaradacaq, necə bir şuur formalaşdıracaq, necə bir təsəvvür formalaşdıracaq, gəlində bunun zibillərini aradan qaldır. Məsələ budur. Məsələ Azərbaycanda müəllimin işdə neçə saat qalmağı deyil ki. Mən o dəfə birini yazdım, təhsil işçilərindən biri mənə etiraz edir ki, sən niyə nazir haqqında elə danışdın? Mən axı soruşuram. Cənab nazir, sən bir məktəbə gəlib baxmısanmı ki, ümumiyyətlə Azərbaycan məktəbində birinci növbə müəlliminin ikinci növbə, ikinci növbə müəllimində birinci növbədə məktəbdə oturmağa yeri var, müəllimlər otağında o müəllim üçün yer var, yoxdur. Ya da indi deyirik ki, birinci növbə dərsə gələn müəllim axşama qədər qalmalıdır. Belə çıxır ki, ikinci növbənin dərsini deməli olan müəllim də saat 9-dan gəlib məktəbdə oturmalıdır. Axı niyə? Niyə oturmalıdır işdə?